O zamanki pasdaran Xavərəndə danışqah Azad yox idi. Əvvəlcə danışqah Azad burada mütəvəllid oldu. Hər kim burada oxuyur, işləsin desin görək. Danışqah uşaqlar. Hədə adamdan çox tər abi və bəstəri ilə fast food var. Mənzəriyə, lokeşənə puldari və çox sakit və dinc bir məhəllədir. Bura mənzəriyyədə nə metrosu var, nə BRT var. Taksi çox çətin düşər, fəqət xətt də var. Ümidvaram bu da yetişə məhsulların əlinə. Bizə nə görələ nə eləyirlər, baba adam gələn bıraq. Burada bir dana məcmui təfrihi var, istəxri var, tenisi var, futbalı var, voleybalı var, səxrinə vərdisi var, küşdüz var. Sonra deyirlər niyə mənzəriyə deyirsən Lakseri bazarı? Bundan görə məhəlli uşaqlar. Məhəlli uşaqlar desən mənzəriyə də nə xasa yerlər vardı, məhəlli uşaqlar. Harda görmüsən meydanın yerinə park ola, o həddə yekə bir yer ola və tənha park olarkən cavan gələn qoca. Bəh, məhəlli uşaqları. Danışqah Azadın qabağında bir daha park vardı, o parkda bir daha bülbül vardı, bizim hamımızda mərufdərdi. Buranın dedilə Kuyitəli ayısı vardı, gəldik video götürək deyilə qədamdır. Bələ xosu idi şərablar.